Salam. Kimyanın ilkin anlayışları haqqında məlumatları verməyə çalışacağam. Ancaq dərsimiz böyük ehtimal 2 hissədən ibarət olacaq. Birinci hissədə izah eləyəcəyəm kimyanın ilkin anlayışlarına aid olan, məsələn, kimya nəyi öyrənir, cisim, maddə, bəsit maddə, mürəkkəb maddə, fiziki və kimyəvi xassələr. Ancaq ikinci hissəsində izah eləyəcəm artıq qarışıqların ayrılma üsullarını. İndi gəlin başlayaq. Kimya nəyi öyrənir? Baxın, kimya maddələr, onların tərkibi, quruluşu, alınma üsulları, xassələri, çevrilmələri və bu çevrilmələri müşayiət edən hadisələr haqqında elmdir. Dedik, kimya maddələr, onların tərkibi, quruluşunu öyrənir. Bəs yaxşı maddə nədir? Maddə materiyanın bir növüdür və boşluqda yer tutan, kütlə və həcmə malik olan hər şeydir. İndi isə gəlin biz cismə və maddəyə nəzər yetirək. Baxın, burada həm təbii cisim, süni cisim, təbii maddə və süni kimyəvi maddələr verilib. Baxın, süni o deməkdir ki, artıq burada insan müdaxiləsi var. İnsanların müdaxiləsi nəticəsində yaranıb. Və aşağıda da şəkillər verilib bizə. Cisim və cismin hansı maddədən təşkil olunduğu qarşısında verilib. Mən burada aşağıda verilən, məsələn, stuldur, üzükdür və yaxud da stəkandan əlavə başqa bir misal göstəreyim. Tutaq ki, biz hər birimiz evdə, mətbəxdə qaşıqları görmüşük, düzdürmü? İstifadə edirik. Tanıdığımız cismi misal göstərirəm ki, ona aydınlıq gətirə bilək. İndi mən sual versəm ki, uşaqlar, məsələn, qaşıq nədən təşkil oluna bilər? Qaşıqlar nədən hazırlana bilər? Daha doğrusu sualı bu cür qoyun. Deyəsiniz ki, müəllimə, taxtadan da ola bilər, dəmirdən də ola bilər, plastik də ola bilər. Baxın, oradakı qaşıq cisimdir. Ancaq o nədən təşkil olundu? Nədən hazırlandı? Artıq o maddədir. Dəmirdənmi, taxtadanmı və s. Bax, o nə oldu? Hazırlandığı maddə oldu. Ancaq qaşığın özü nə idi? Cisim idi. Və necə ki, biz insanların özümüzə məxsus xüsusiyyətlərimiz var. Hansı ki, bizi bir-birimizdən fərqləndirir və yaxud da ki, oxşar cəhətlərimiz olur. Baxın, hər bir maddənin də özünə məxsus xüsusiyyəti var. Belə deyək, xassəsi var. Və bu xassələr iki yerə bölünür. Fiziki xassələr, kimyəvi xassələr. Bəs yaxşı, bu fizikini, kimyəvini necə yadımızda saxlayaq? Fiziki nədir? Bizim gördüklərimiz. Necə ki, bir insana baxanda deyirik, bunun saçı uzundur, bu insanın saçı uzundur, gözləri yaşıldır, mavidir, qəhvəyidir və s. Kökdür, arıqdır və yaxud da ki, hündürboydur və s. Düzdürmü? Bu bizim gördüklərimizdir. Zahiri əlamətlərini sadaladıq. Maddələrin də fiziki xassələri deyəndə, baxın, sanki zahirdən, kənardan, zahir görünüşü, kənardan gördüklərimizi deyirik. Baxın, bura nə aiddir? Rəng, iy, dad, ərimə qaynama temperaturu, sıxlığı, aqreqat halı, suda həll olub həll olmaması, istiliyi, elektrik keçiriciliyi. Ancaq kimyəvi xassə nədir? Baxın, bunu da yenə insanla əlaqələndirirəm. İnsanın kimliyini göstərən nədir? Ola bilər, çox gözəl ola bilər insan. Ancaq onun daxili, yəni onun belə deyək də, xasiyyəti heç də xoşa gəlməz olmaz, düzdürmü? İnsanın kimliyi ona qiymət verməyimizə səbəb olur. Yəni, daxilində olan, onun əl açıqdırmı, ürəyi təmizdirmi, misal üçün, yardımsevərdimi, zəhmətkeşdirmi? Baxın, bu xüsusiyyətlər insanları bizim gözümüzdə yüksəldir. Nə oldu? Artıq insanın kimliyini göstərən nə oldu? Daxilində baş verənlər, düzdürmü? Baxın, demək ki, kimyəvi hadisə nəymiş? Kimyəvi hadisə deyəndə də bir maddənin başqa maddəyə çevrilməsi nəzərdə tutulur. Kimyəvi hadisə deyəndə, baxın, kimliklə nəzərdə saxlayın ki, nəzərinizdə saxlayın ki, insanın kimliyini nə bildirirdi? Daxilində olan xüsusiyyətlər, düzdürmü? Bayaq da saydıq, zəhmətkeşdirmi, yardımsevərdimi və s. Burada da kimyəvi çevrilmə, kimyəvi hadisə, kimyəvi xassisə, məsələn, burada göz kim sözü istifadə olunur. Baxın, kimyəvi xassisə deyəndə, yəni bir maddənin daxilində baş verənlər. İlk baxışda biz onu görmürük. Daxilində hansı proses gedəcək bilmirik. Hansı maddə ilə reaksiya gedəcək bilmirik ilk baxışda. Amma biz onun rəngi haqqında, aqreqat halı haqqında və s. və suda həll olub həll olmaması haqqında
İlk anda fikirlərimizi bildirə bilərik. Ancaq onun hansı maddələrlə reaksiyaya girib girmədiyini bilmirik. Demək, kimyəvi xassələrə burada verilmiş şəklə əsasən nələr aid olduğunu deyəcəm. Baxın, yanmadır, paslanmadır, çürümədir, reaksiyaya girmədir, turşu və yaxud da əsaslarla qarşılıqlı təsirdə olmadır. Burada yeni bir maddə yaranır. Nəzərimizdə saxlayaq. Fiziki xassələr, rəng bizə aydın, dad bizə aydın, iy bizə aydın, düzdürmü? Ərimə qaynama temperaturu məsəl üçün bizə aydındır. Su məsəl üçün 100 dərəcədə qaynadı, 0 dərəcədə dondu. Bu bizə aydındır. Sıxlıq deyəndə, baxın belə loru dildə deyim, ağırlığı nəzərdə tutulur. Sıxlıq, yəni ağırlıq, belə düşünün. Sonra aqreqat halı var, elektrik, istilik keçirmə. İstilik elektrik keçirmənin də təqribi nəzərimizdə dedikdə fikrimizdə canlandıra bilirik, nəzərimizə gətirə bilirik ki, nədən bəhs olunur. Aqreqat hal nədir? Artıq kimyada biz 3 aqreqat halından istifadə edirik. Bərkdir, mayedir, qazdır. Yəni indi onu nəzərdən keçirək. Baxın, bərk aqreqat halda maddələr deyək ki, molekulardan təşkil olunur, düzdürmü? Maddə molekulları bir-birinə daha yaxın yerləşirlər. Daha yaxın yerləşirlər, mayelərdə nisbətən aralı yerləşirlər. Qazlarda isə bu məsafə daha çox olur. İndi gəlin bu xassələrə nəzər yetirək. Xassə deyəndə bu aqreqat hallara belə deyim. Bərk, maye və qaz aqreqat hal. İlk öncə çevrilmələri yadımıza salaq. Bir maddə bərk haldan maye aqreqat halına keçirsə, nə baş verir? Proses necə adlanır? Ərimə. Mayedən qaza keçirsə, nə adlanır? Əla, düzgün fikirləşdiniz, buxarlanma. Bərkdən qaza keçmə sublimasiyadır. Deyəcəksiniz ki, mənim yaxşı, bərkdən mayəni bilirik, mayədən qaza bilirik. Bəs yaxşı, bərkdən qaza necə olur? İndi mən sizə bir video göstərəcəm. Burada mən sizə yodun sublimasiyasını göstərəcəm. Baxın, yod bərk aqreqat haldadır və maye aqreqat hala keçmədən birbaşa qaz aqreqat halına keçir. Baxın, yod buxarlarını müşahidə edirsiniz. Gördünüz? Yəni, bərk haldan birbaşa qaz aqreqat halına keçdi. Ümid edirəm ki, videodan sonra daha aydın oldu sizin üçün bərk aqreqat haldan qaz aqreqat halına keçmə. Yəni, burada maye aqreqat hala keçməni görmədik. Və indi düşünə bilərsiniz ki, mənim, bəs biz yodu axı maye aqreqat halda görürük. O necə oldu? Bərk idi siz göstərən videoda. Biz istifadə etdiyimiz yod qarışıqdır. Yəni, spirtdə məhlulunu istifadə edirik biz. Daha sonra, indi gələk digər hissələrə. Bərkdən mayeyə ərimə, mayədən qaza buxarlanma, bərkdən qaza sublimasiya, əksi qazdan bərkə desublimasiya, qazdan mayeyə. Bunu biz harada müşahidə eləmişik? Baxın, tutaq ki, bir yemək qızdırırıq, isidirik, belə deyək. Gedib onun qapağını qaldırdığımız zaman nə olur? Görürük ki, oradan su damcıları süzüldü, düzdürmü? Və yaxud da ki, pəncərədən su damcılarının süzülməsini görmüşük, müşahidə etmişik. Bu nədir? Artıq orada qaz aqreqat haldan, maye aqreqat haldan hala keçmə müşahidə olunur. Və bu kondensasiya adlanır. Kondensasiya adlanır. Yaxşı. Demək, digər bildik ki, bərkdən mayeyə ərimə, mayədən qaza buxarlanma, bərkdən qaza sublimasiya, qazdan bərkə desublimasiya, qazdan mayeyə kondensasiya, mayədən bərkə isə nə oldu? Artıq bu donma və yaxud da bərkimə adlandı. İndi gəlin, bu bərk maye qaz aqreqat hallarında molekulların necə yerləşməsini nəzərdən keçirək. Baxın, mən aşağıda sizə çox da gözəl olmayan şəkillər çəkmişəm. Yuxarıda isə verilmiş şəkildə daha aydındır, daha qəşəng görünür, göz oxşuyur, belə deyək. İdarə edək mənim çəkdiyim şəkillərlə. Və onun üzərində də belə deyim, danışım. Baxın, tutaq ki, deyirik ki, bərk maddə, bu düzdürmü? Bərkdir, bu mayedir, bu da qazdır. Baxın, molekullar arasındakı məsafə hansında daha çoxdur? Əlbəttə ki, qazlarda molekullar arasındakı məsafə daha çoxdur. Bərklərdə molekullar bir-birinə daha yaxın yerləşiblər və onlarda nizamlı quruluş var. Yəni, yüksək nizamlılıq var bərklərdə. Mayelərdə isə nisbətən qeyri-nizamlı quruluş var. Artıq qazlarda nizamsızdır. Hərəsi bir tərəf hərəkət edir.
Ancaq bərklərdə baxın nizamlı quruluş var və bərklərdə molekullar bir-birinə daha sıx yerləşiblər. Daha sıx yerləşiblər. İndi bunu necə yadımıza saxlayaq? Tutaq ki, baxın, sizi cərgəyə düzüblər, yan-yanasız, amma belə deyim ki, yanaşı durmusunuz, sizə desələr ki, idman hərəkətləri eləyin. İstər-istəməz əllərinizi hərəkət etdirmək istəyəndə, axı çox sıx yerləşmisiniz, yanaşısınız da, qolları hərəkət eləyə bilməyəsiniz, düzdür? Hərəkət elətdirə bilməyəsiniz. Burada hərəkət sürətiniz necə olacaq? Məhdud olacaq. Amma bir-birinizdən aralı yerləşəndə istənilən kimi siz idman hərəkətləri ilə məşğul ola bilərsiniz. Yəni rahat şəkildə hərəkət edə bilərsiniz. Demək ki, hərəkət sürətiniz nə zaman çox olur? Bir-birinizdən uzaq məsafədə yerləşəndə. Hərəkət sürəti ona görə qazlarda daha çoxdur. Və yaxud da ki, desək ki, hansı aqreqat halda molekulların cazibə qüvvəsi daha böyükdür. Baxın, belə bir misal göstərim. Tutaq ki, bir dostunuz var, bir belə sinif yoldaşınız var, onu çox sevirsiniz. Və onunla eyni partada və yaxud da ki, ayrı-ayrı partalarda, biriniz sinifin bu tərəfindəki partada, biriniz digər küncündəki partada oturmağınızı nəzərdən keçirik. Siz eyni partada oturanda daha çox söhbət edirsiniz, yoxsa fərqli-fərqli yerlərdə, daha uzaq məsafədə olanda daha çox söhbət edirsiniz? Əlbəttə ki, sizin daha yaxın yerdə əyləşdiyiniz zaman söhbət etmə ehtimalınız artır. Demək, nə oldu? Bunu necə əlaqələndiririk? Cazibə qüvvəsi artdı. Demək, molekulların hərəkət sürəti qazlarda böyükdür. Molekullar arasındakı məsafə qazlarda böyükdür. Cazibə qüvvəsi, molekullar arasındakı cazibə qüvvəsi, birini cəzb etməsi isə bərklərdə daha çoxdur. Sonra bərklər, dedik ki, burada molekullar nizamlı quruluşa malikdir, məhdud hərəkət edirlər və onların xüsusi forma və yaxud da həcmi var. Mayelərdə isə bunların xüsusi həcmi var, ancaq dəyişkən formaya malikdir. Qazlarda nə sabit həcm, nə də sabit forma yoxdur. Həcmdə, formada dəyişkəndir deyirik. Axı molekullar sərbəst şəkildə hərəkət edir, qeyri-nizamlı düzülüşə malikdir. Aralarındakı məsafə böyükdür. Sonra isə nə edeyim? Molekulların bir-birini cəzb etməsi dedik, molekulların hərəkət sürətini dedik. Baxın, indi burada bərk maye qazda sıxlığa baxanda, sıxlıq harda daha çoxdur? Əlbəttə ki, bərklərdə sıxlıq daha çoxdur. Maye, bu da olsun qaz, düzdürmü? Bərk çoxdur mayedən, o da böyükdür qazdan. Dedik ki, molekullar arası məsafə harda daha çoxdur? Qazlarda daha çoxdur. Harda ki, daha çox yer tutursa, daha uzaq məsafədə yerləşirlərsə bir-birindən, həcm orada daha çoxdur demək. Onda həcmə baxanda V bərk kiçikdir V mayedən, o da kiçikdir V qazdan. Yəni həcm qazların həcmi daha böyükdür. Bir yerdə diqqətli olursunuz, əsasən də testlərdə onu soruşurlar sizdən. Baxın, əgər su versə, suda diqqətli olun. Sıxlıq da bərk və maye aqreqat hallarına görə deyirəm, yenə qazı qarışdırmırsınız. Baxın, bərk, həcm, bir də mayenin həcmi, belə deyək. Baxın, hər birimiz müşahidə eləmişik. Evdə yay vaxtlarında neyinirik? Suyun içərisinə buz atırıq. Və bu zaman buz neyinir? Suyun dibinə çökür, yoxsa üzdə qalır? Stəkanın dibinə çökür, yoxsa üzdə qalır? Ay, sağ olun, üzdə qalır. Nəyə görə? Normalda axı biz bayaqdan dedik ki, bərk halda sıxlıq çoxdur. Sıxlığı dedim necə əlaqələndirək? Yəni ağırlıq kimi. Bunun ağırlığı əgər çoxdursa, aşağı düşməli deyildi. Bəs niyə suda elə oldu? Suda istisna var, yaxşı. Suda istisna var. Yəni, bərk aqreqat halda olan sıxlıq, maye aqreqat halda olan sıxlıqdan nədir? Kiçikdir. Ona görə də neynədir? Baxın, o suyun üst təbəqəsində qaldı. Burada demək deyə bilərik ki, suda sıxlıq rho bərk kiçikdir. Rho maye səhv işarələdimi? Dediklərimin əksini yazıram. Demək, ancaq biz soyuducuya su qoyuruq, tutaq ki. Baxın, şüşə qabda qoysaq, onun qırılma ehtimalı olur. Eşitmiş olarsınız, deyirlər ki, şüşədə qoyma, qırılar. Niyə görə? Çünki biz suyu soyuducuya qoyduğumuz zaman o artıq bərk hala keçəndə həcmi artır. Yəni genişlənmə baş verir orada.
Genişlənmə baş verdiyinə görə həmin o qabımızı qıra bilər. Axı təzyiq göstərir artıq kənarlara. Qıra bilər. Ona görə deyirik ki, plastik qablardan istifadə eləmək olar ki, o neyləsin? Qırılmasın. Demək ki, bərk, yəni bərkin həcmi sudan söhbət gedir. Mayenin həcmindən daha böyük olmuş olacaq. Bunu da nəzərimizdə saxlayırıq. Sıxlıq suda bərk mayədən kiçikdir. Həcm suda bərk mayədən böyükdür. İndi gəlirik nəyə? Saf maddə və mürəkkəb maddə. Saf maddə nədir? Mürəkkəb maddə nədir? Bəsit maddə nədir? Qarışıq nədir? Bunlara aydınlıq gətirək. Baxın, saf maddə dedikdə, saf maddə deyəndə sabit fiziki xassələrə malik olan maddələr nəzərdə tutulur. Saf maddə dedikdə, saf maddə sabit fiziki xassələrə malik olan maddədir. Bəs bu nədir? Sabit fiziki xassə nə deməkdir? Baxın, fiziki xassə biz bayaq adını çəkmişdik. Rəngi, dad, ərimə, qaynama temperaturu, sıxlığı, aqreqat halı, istilik, elektrik keçirsizliyi və s. Düzdürmü? Bunların adını çəkdik biz. Demək ki, əgər onlar sabit qalırsa, bu saf maddədir. Yəni, məsəl üçün, suyu götürsək, su 100 dərəcədə donur. Donur nədir? 0 dərəcədə donur, 100 dərəcədə qaynayır, düzdürmü? Demək ki, burada o harda olmasından asılı olmayaraq istəyir suyu biz tutaq ki, Şəkidə götürək, Bakıda götürək, Almaniyada götürək, fərq yoxdur da. Bu saf sudan söhbət gedirsə, onun müəyyən donma və ərimə temperaturu var. Və yaxud ki, aqreqat halı var. Burada su şəffafdır. Misal üçün, Türkiyədə su qırmızı rəng deyil ki. Baxın, deyə bilərsiniz ki, fərqli dəniz suları fərqli rəngdə olur, nə belə ağlınıza gələ bilər. O saf deyil. Üzrlü sayın, videonu dayandırmalı olmuşdum. İndi nədən danışdıq? Biz dedik ki, dəniz suyu misal üçün. Dəniz suyu artıq bu saf su deyil, qarışıqlara aiddir. Yaxşı. Ona görə onu qarışdırmayın. Ağlımızdan tamamilə çıxardırıq. Saf sudan söhbət gedir. Yaxşımı? Nəzərimizdə saxlayaq ki, yəni şəffafdır, 3 aqreqat halda olur, bərk maye qaz, 0 dərəcədə donur, 100-də qaynayır. Yaxşımı? Bax, bu xüsusiyyətləri yadımıza saxlayıb. Bu sabit fiziki xassələrə malik olmaq bu deməkdir. Yəni öz xassələrini saxlayır, dəyişmir. Və saf maddələr 2 yerə bölünür. Bəsit maddələr, mürəkkəb maddələr. Yaxşı, bəsit maddə nədir? Baxın, burada saf S deyə yadımıza saxladıq, düzdürmü? Saf maddələr sabit fiziki xassələrə malik idi. Bəsit maddə deyəndə, baxın, bəsit maddə bir element atomundan təşkil olunur. B. Mürəkkəb maddələr, xəttimə görə üzr istəyirəm. Mürəkkəb maddələr isə müxtəlif element atomlarından təşkil olunur. Baxın, M deyə yadımızda saxladıq. Bəsit maddələrə, misal üçün, təsirsiz qazları, helium, neon, arqonu, məsəl üçün, misal göstərək, bir neçə nümayəndəsini və yaxud da ki, oksigen qazını və yaxud da ki, azot, hidrogen qazını və yaxud da ki, belə deyək, 2 var burada, azot qazını və s. misal göstərə bilərik. Baxın, burada 2 yazıldı artıq. Bəsitdir, yəni bir element atomdan ibarətdir. Mürəkkəb maddələr isə, məsələn, suyu misal göstərə bilərik, 2 hidrogen, 1 oksigendən ibarətdir. Karbon qazına misal göstərə bilərik, 1 karbondan 2 oksigendən ibarətdir. Zəhərlənmələr olur, baxın, dəm qazı 1 karbondan oksigendən ibarətdir. Və yaxud da ki, xörək duzu, baxın, natrium xloridi, natriumdan və xlordan ibarətdir. Bunlar nədir? Artıq mürəkkəb maddələr oldu. İndi gəlin bu şəkli nəzərdən keçirək. Nə deyir? Bəsit maddələr, elementlər yəni. Yalnız bir növ atomdan təşkil olunur. Baxın, helium, neon, arqon gördünüz, yalnız bir növ atomdan təşkil olunub. Ancaq oksigen nədir? Eyni növ atomdan təşkil olunub. Artıq bu molekul şəklindədir. Baxın, bu elementdir, düzdürmü? Baxın, bu da elementdir, ancaq molekul şəklindədir. Sonra mürəkkəb maddələrə nəyə misal göstərdik? Baxın, sudur, karbon qazıdır, dəm qazıdır. Fərqli növ atomlardan ibarətdir. Fərqli növ atomlardan ancaq eyni növ molekullardan, yəni suyun içərisində çoxlu sayda H2O molekulları var. Bunu nəzərimizdə saxlayaq. Sonra gəlirik nəyə? Saf maddə və qarışıqlar. Bunlar haqqında da ümumi məlumat verirəm. Sadəcə qarışıqların növləri haqqında məlumatı digər videoya saxlayıram ki, çox uzun-uzadı olub sizi yormasın. Saf maddələri haqqında məlumat verdik, bəs yaxşı. Qarışıq nədir? Bir də saf maddə ilə qarışığın fərqinə nəzər yetirək. Baxın, bu saf maddənin dedik ki, müəyyən bir formulu var. Məsəl üçün, mən götürdüm duz, məsəl üçün.
Bax, duz nədir? Natrium xlorid. Gəlin belə götürək. Natrium xlorid. Bax, dəniz suyu dedim, ona görə belə duzla suyu misal göstərim sizə. Bir də duzla su. Belə misal göstərim. Niyə görə dəniz suyu deyirəm? İndi duzlu olur, onunla əlaqələndirib deyirəm. Baxın, misal üçün dedik saf maddə və yaxud da qarışıq. Bəs yaxşı, biz bunları necə fərqləndirik? Saf maddənin nəyi var? Formulu var. Ancaq qarışığın bir formulu yoxdur. Suyu da bu şəkildə yazmayım da, suyu da H2O kimi yazım. Sizə daha aydın olsun. Baxın, saf maddə yalnız eyni növ molekullardan təşkil olunub. Amma qarışıq, baxın, qarışıq artıq müxtəlif növ molekullardan təşkil olunub. Hər ikisi müxtəlif növ atomlardan təşkil olunub. Baxın, burada natriumla xlor atomu var bir molekulun daxilində. Burada da həm natrium var, xlor var, hidrogen var, oksigen var. Hər ikisi, yəni həm saf maddə, həm qarışığımız müxtəlif atomlardan təşkil oluna bilər. Amma saf maddə eyni molekullardan ibarətdir. Qarışıqlar isə müxtəlif molekullardan ibarətdir. Gəlin bax, belə başa düşək. Məsəl üçün, buna bir ailə kimi baxaq. Bu bir ailədir. Bu isə yarışda iştirak edən və qrup şəklində, belə deyək də, bir tərəfdə olan iki ailədir. Yəni, bunlar ikisi də eyni bir qrupun daxilindədir. Dedik ki, saf maddənin müəyyən bir formulu var, düzdürmü? Natrium xlorid məsəl üçün saf maddəyə aiddir, onun formulu var. Axı dedik, qarışıqların müəyyən bir formulu yoxdur. Yaxşı, bunu ailə ilə necə əlaqələndirək? Ailənin soyadı var. Burada da saf maddənin formulu var. İndi digər tərəfə gəlirik. Natrium xlorid və su. Baxın, 2 dənə ailə var burada. Mən məsəl üçün burada bir qrup yaratmışamsa, bu qrupa, məsəl üçün bu Əhmədovlar, misal üçün deyirəm ay yenə. Tutaq ki də Əhmədovlar ailəsidirsə, tutaq ki, burada amma həm Əhmədovlar var, məsəl üçün, həm Məmmədovlar var. Misal üçün deyirəm mən. Baxın, mən burada qrupu yaradanda desəm ki, Əhmədovlar qoyuram bu qrupun adını, burada narazılıq olacaq. Narazılıq olacaq. Məmmədovlar deyəcək ki, niyə Əhmədovlar qoyursan ki? Elə Məmmədov olsun da. Ona görə biz bura başqa, tamamən başqa bir ad deyə bilərik. Məsəl üçün, atom qoya bilərik bu qrupun adını. Misal üçün deyirəm. Gördünüz? Bu artıq nə oldu? Müəyyən bir formulu olmadı, müəyyən bir soyadı olmadı, düzdürmü? İndi qarışıqlarda da nə deyirik? Formul yoxdur. Sonra, bax, bu ailə üzvləridir. Burada tutaq ki, hər hansı bir yarışda iştirak edirlər. Tutaq ki, bax, bir ailənin tək yarışda iştirak eləməsini göstərirəm. Bir də ki, bu ailələr, ayrı-ayrı ailələr eyni qrupun daxilindədir. Başqa qrupa qarşı mübarizə aparırlar. Baxın, bu ailənin daxilində fikir ayrılığı olsa belə, onlar deməyəcək ki, mən artıq sizin oğlunuz deyiləm, mən artıq sizin qızınız deyiləm və yaxud da mən sizin artıq ailənizin üzvü deyiləm deyib çıxıb gedə bilməz axı. Xırda bir şeydən, düzdürmü? Ancaq burada hər hansı bir narazılıq olsa, acı bayaq dediyim o soyadlar məsələsinə görə belə narazılıq ola bilər. Hər hansı bir qrup deyər ki, mən tərk edirəm yarışı, iştirak eləmirəm, düzdürmü? Baxın, burada ayrılma fiziki üsulla baş verdi. Bir dəqiqə buranı silim, səliqəli olsun. Baxın, fiziki daha asan deməkdir, kimyəvi çətindir, çətin. Baxın, fizikidə demək, qarışıqların ayrılma üsulları fizikidir. Fizik üsulları ayrılır, daha rahat. Amma bunu saf maddəni ayırmaq üçün kimyəvi üsullardan istifadə etmək lazımdır. Sonra nə deyirik? Deyirik ki, sabit fiziki xassələrə malikdir. Baxın, bunlar öz fikirlərində sabitdirlər. Məsəl üçün, bu qrupun rəhbəri valideynlərdən hər hansı biri desə ki, bu belə olmalıdır. Bütün ailə ona tabe olacaq. Ancaq burada bu ailə bir söz deyəcək, bu ailə bir söz deyəcək, fikir ayrılığı yaranır. Demək ki, sabit fiziki xassəyə malik olmaq saf maddədə var. Amma dəyişkən xassələrə malik olmaq qarışıqlarda var. Fiziki üsulla ayrılan qarışıqlardır, kimyəvi üsulla ayrılan saf maddələrdir. Saf maddələrin formulu var, qarışıqların isə formulu yoxdur. Bayaq soyaddan misal göstərdik. Sonra burada, məsəl üçün, bayaq dedim ki, məsəl üçün, böyüklərdən biri bir söz deyirsə, digərləri ona tabe olacaq, düzdürmü? Müəyyən bir çəki nisbəti gözlənilir ki, məsəl üçün, burada balansı qorumaq lazımdır saf maddədə.
yəni ailədə. Ancaq bunlar iki fərqli ailədir. Burada fikir ayrılığının yaranması qaçınılmazdır. Yəni burada artıq sabit bir fikir olmur, dəyişkən olacaq. Biri deyəcək mən deyəndə, o biri deyəcək mən deyəndə. Görək kimin dediyi düzdür, o yarışda hansı qrup qalib gələcək. Halbuki hər ikisi eyni qrupun daxilində də. Ona görə misal göstərim ki, yəni fikir ayrılığı yaranacaq. Demək ki, müəyyən çəki nisbəti gözlənilmir qarışıqlarda, amma saflarda müəyyən çəki nisbəti gözlənilirdi. İndi məsəl üçün belə deyək də, indi istiliyin ayrılıb udulma prosesi var. Tutaq ki, bu ailə üzvlərindən hər hansısa biri küssə, burada istər-istəməz digərləri narahat olacaq. İstilik ayrılması və ya da udulması biri pis olacaq, istilənəcək, belə deyim də, belə deyim də, nətər deyim, hərarəti artacaq, nə bilim, əsəb keçirdəcək, misal üçün istiliyin ayrılıb udulması da. Ancaq burada iki ayrı-ayrı ailədir. Bunlar nə qədər qrup daxilində bir yerdə olsalar da, bir qrupdakı ailədə, eyni qrupda daxilində olsalar da, bu ailə, məsəl üçün natrium fluorid ailəsi, Əhmədovlar ailəsi, belə deyim, Məmmədovlar ailəsinə nə deyirsə desin, onlar yollarını ayıracaqlar, heç bir problem olmayacaq. Yəni burada müəyyən bir istilik ayrılıb udulması baş vermir. Heç kim heç kimə əsəbləşmir. Çıxıb hamı öz işinə gedir yəni. Sonra indi gəlin ümumiləşdirək. Demək, saf maddə müəyyən bir formul olduğu, qarışıqların formulu yoxdur. Saf maddə əmələ gələrkən müəyyən çəki nisbəti gözlənilməlidir, qarışıqlar əmələ gələndə müəyyən çəki nisbəti gözlənilmir. İndi bunu da necə izah edeyim? Məsəl üçün, baxın, duzla suyu qarışdırmaq istəyirəm. Mən istəyir belə deyək, stəkan suyun içərisinə 1 qaşıq duz atım, istəyir 1 stəkan suyun içərisinə 5 qaşıq duz atım, qarışdırım. Hər iki halda nə qədər duz tökməyimdən asılı olmayaraq orada qarışıq yaranmış olur. Yəni bu qarışıqdır. Bir çimdik deyirlər. Baxın, o bir çimdik də duz atsam, o artıq qarışıqdır, saf maddə deyil. Bunu nəzərinizdə saxlayın. Yəni müəyyən çəki nisbəti gözlənilmir. İstədiyim qədər əlavə etsəm, yəni az da olsa, çox da olsa artıq 2 maddə varsa, demək ki, bu qarışıqlara aiddir. Belə də yadımızda saxlaya bilərik. Sonra dedik, istiliyin ayrılıb udulması saf maddədə var, ancaq istilik ayrılıb udulmur qarışıqda. Fiziki üsullarla qarışıqlar ayrılır, kimyəvi üsullarla daha çətin ailə ayrılır. Düzdürmü? Belə deyək. Saf maddə ayrılır, belə deyək də. Sonra başqa sizə nə deyim? Baxın, qarışıqların özlərinin də növləri var. Homogen qarışıqlar, heterogen qarışıqlar. İndi bir dənə ümumi belə danışacağam. Sonra dərinliyinə inşallah digər videoda izah verəcəm. Çünki artıq 30 dəqiqəyə yaxınlaşacaq. Çox yorucu olmasın videomuz. Qarışıqların növləri homogen qarışıqlar, heterogen qarışıqlar. Homogen qarışıqlar eyni cinsli qarışıqlardır. Adi gözlə və ya da mikroskopla tərkib hissələrini fərqləndirmək mümkün deyil. Heterogen qarışıqlar isə artıq bunları ilk baxışda görürük ki, orada 2 dənə maddə var. Məsəl üçün homogenə nəyi misal göstərə bilərəm? Duzla su bir-birinə qarışdırsam, tutaq ki, 1 stəkanda adi su gətirsəm, 1 stəkanda duzlu su gətirsəm, siz onu ilk baxışda fərqləndirə bilməyəcəksiniz. Deyəsiniz ki, ay müəllim, bu suları niyə qoymusunuz bura, düzdürmü? Fərqləndirə bilmirsiniz duzla su. Amma mən 1 stəkanda adi su gətirsəm, 1 stəkanda duz nədir? Yağla su qarışığını və yaxud da ki, belə deyək, qumla su qarışığını gətirsəm, deyəsiniz ki, ay müəllim, orada niyə suyun içərisinə yağ qatmısınız? Artıq sunu adi gözlə gördünüz. Bu nə oldu? Müxtəlif cinsli qarışıq oldu. Yağla suyu gördünüz. Təbəqə şəklində ayrıldığını müşahidə elədiniz. Gördünüz, 2 dənə maddədən ibarətdir. Amma duzlu suda siz onu fərqləndirə bilməmişdiniz. O, homogen qarışıqlara aid idi. Yağ su və ya da qum su isə heterogen qarışıqlara aiddir. Ümid edirəm ki, video sizin üçün faydalıdır. Fikirləriniz varsa, rəy bölməsində yaza bilərsiniz. Diqqətiniz üçün minnətdaram. İnşallah videonun ikinci hissəsində görüşmək ümidi ilə sağ olun.